Salam değerli izleyiciler. Yine ben eşkin olsalara hal-hazırda sizlerle Minas Avkaz arasında dostlar dövren inşaatın yakınlığında 2 sotkarın içinde 110 kvadratlık 3 otaqlı bəzi eşyalar qalmaq səbəbilə çox gözəl bir qiymətlə inşallah çəkilişinə gəlmişik. Evimizin sağı, solu boşluq keçmək mümkündür. Özünə tikilənmişdir dostlar. Makliyə evi deyil. Əsas məsələ hər hissəsinə rahat 2-3 maşın yerləşir. Evimiz dostlar çox gözəl tikilib həqiqətən də. Evimizin hündürlüğü göz qabağındadır. Gördüyünüz kimi hər tərəfinə keçmək də mümkündür. Yola yaxındır. Əsas məsələ suyumuzdur, qazımızdır, işığımızdır, daymadır. Vaxt itirmədən keçək evimizin iç hissəsinə sizi tanış edək. Ya Allah, daxil olduqda girişdə geniş bir koridor bizi qarşılayır. Gördüyünüz kimi dostlar. Ya Allah, bu hissədə ilk öncə tanış olduğumuz geniş bir zalımız mövcuddur. Çox zövqünə yığılıb həqiqətən də. Və bu hissədə yataq otağı mövcuddur. Otağın ölçüləri çox gözəldir həqiqətən də. Bu hissədə yerləşir geniş bir ikinci yataq otağı. Və sonda isə belə bir sanitar qovşaq hissəsi mövcuddur. Keçək mətbəx hissəsindən də sizi tanış edək. Və daxil olduqda girişdə geniş bir mətbəx hissəsi mövcuddur. Evimizin qiyməti ekranda qeyd olunub. Allah alana da, satana da xeyir versin, tələsin. Həqiqətən çox gözəl bir evdir.